Və mən bir vətən oğlu kimi deyirəm ki, ömrü boyu çalışdığım bu olub, bu da olacaqdır. Ömrü boyu mən erməni ilə düşmənçilik edəcəm. Həmişə də qarşımda olan hər bir şəxsi erməniyə nifrətli bir şəxs yetişdirəcəm. Bir Azərbaycanlı kimi ölkənin harasında gəzirsən gəz, bu şəhidlərimiz yadımıza düşdükdə hər kəs qəhərlənir. Hər kəs ciddi bir həyəcan keçirdi. Yalnız bura gəldikdə insan qəddini düzəldir, özü ilə fəxr eləyir ki, mən Azərbaycanlıyam. Yalnız bu şəhidlərimizə baxdıqda, bir şəhidin məzarının qarşısında gedib durduqda, onda insan fəxr eləyir ki, mən Azərbaycanlıyam. Biz evlatlarımızı bu kişilərin davamçısı kimi, bu kişilərin qanını alan kişilər kimi yetişdirməliyik. Mən Məhərrəmin atası dəfn olunan günü demişəm Məhərrəmə. Adı ilə yaşasın. Məhərrəm bizim kəndimizin ağsaqqal olan Məhərrəm dayının adını daşıyır. Allah uzun ömür versin. Həmçinin şəhidimiz Elmir'in evladıdır. Allah amin. Mən Məhərrəmə demişəm, sənin atanın düşməni olu verməni. Hər bir Azərbaycanlı, hər bir valideyn, hər bir rəhbər kimi kimlərsə harca çalışırsa, yeni nəsilə çatdırmalıdır. Bizim düşmənimiz olu verməni olacaq da həmişə. Və bunların məqsədi nə idi? Bunların məqsədi oydu ki, Qarabağda erməni yaşamasın. Biz şəhidlərimizin onda məqsədini doğrulayacağıq ki, Qarabağda erməni qalmır. Allah bunun üçün millətimizə özü kömək olsun. Həmçinin deyirəm, buradakı şəhidlərin çoxunu mən tanıyıram. Çoxu ilə yaxın olmuşam, bir hərbi kişim. Eləsi olub, mənim rəisim olub. Eləsi olub, mənim döyüş yoldaşım olub. Və onları ailəliklə tanıyıram. Bütün şəhid qardaşlarımızın qarşısında baş əyirəm və həmçinin şəhid analarının, şəhid atalarının, şəhid ailələrinin qarşısında baş əyirəm və mən bir vətən oğlu kimi deyirəm ki, ömrü boyu çalışdığım bu olub, bu da olacaqdır. Ömrü boyu mən erməni ilə düşmənçilik edəcəm. Həmişə də qarşımda olan hər bir şəxsi erməniyə nifrətli bir şəxs yetişdir.